إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şərikə ləhu və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Əmmə bə'd. Və həmçinin usullardan kim deyə hansıydı? Ramazanın fiqhini öyrənmək. Ramazanın elmini öyrənmək. Ramazan haqqında olan məlumatları bilmək. Ki, insan həqiqətən Ramazana çatanda düzgün neynəsin? Yəni, ibadət eləsin Allaha. Yəni, xülasə, bu 4 dənə idi inşallah. Bu barədə danışarıq Allahın izniyle başqa dərslərdə. İstəmirəm uzun olsun. Deməli, istəyirəm ki, Ramazan haqqında olan sizə hədisləri çatdıram. Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Və bu Lü'lü Mərcan kitabıdır. Lü'lü Mərcan fi məttəfəq aleyhi şeyxan Muhammed Fuad Abdülbaqinin kitabıdır. Rahimullah rəhmətən vasiyə. O Buxari Müslimi cəm edib və demək olar ki, Buxarinin hədisləri ilə və Müslimin tərtibatı ilə bu kitabı yığıb. O kitab çox möhtəşəm kitabdır. Ona görə əgər kim elm öyrənirsə bu kitaba, yəni hətta bəzi alimlər deyir ki, hər gün azı 5 səhifə oxunmalıdır bu kitab. Hər gün azı, hər bir müsəlman, yəni xüsusən elm öyrənən 5 səhifə oxumalıdır ki, daima Allah Resulü sallallahu aleyhi və səlləmin hədisləri ilə bərabər olsun. Və buyurur ki, Kitab-ı Siyam, yəni oruc kitabı və bu fadlı şəhr Ramazan, yəni Ramazan ayının fəziləti haqqında olan hədis. Əbu Hüreyrədən gələn hədislər Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə dəxələ şəhr Ramazan, yəni Ramazan ayı gələndə, girəndə futihət əbvabu səmə, göyün qapıları açılar vəğulliqat əbvabu cəhənnəm və cəhənnəmin qapıları bağlanar və sulsiləti şeyatin və şeytanlar zincirlənər. Yəni bir rəvayətdə gəlib ki, İzə dəxələ Ramazan, yəni şəhr sözü gəlməyib, Ramazan gələndə. Alimlər deyirlər ki, iki itlaqın ikisini də demək olar, yəni iki istifadənin ikisini də istifadə etmək olar. Həm demək olar şəhr Ramazan, həm demək olar Ramadan. Sanki Ramazan gələndə və ya Ramazan ayı gələndə, problem yoxdur. İkisini də demək olar. İki, göyün qapıları açılar, bir rəvayətdə gəlib, cənnətin qapıları açılar və cəhənnəmin qapıları bağlanar. Və sulsiləti şeyatin və şeytanlar bağlanar. Bu, yəni nə deməkdir? Yəni, Ramazan ayı Allahın cənnətini qazanan ayıdır. Cənnətin qapıları açıqdır. Ramazan ayı cəhənnəmdən qurtarma ayıdır. Hamısı. Əvvəli də, ortası da, axırı da. Bir hədisi gəlib ki, əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtarmadır. Bu hədis zəifdir. Bu hədis zəif hədisdir. Amma Ramazanın hər günü rəhmətdir, hər günü məğfirətdir, hər günü cəhənnəm əzabından qurtarmaqdır. Və həmçindir ki, və sulsiləti şeyatin və şeytanlar zincirlənər. İmam Əhmədin oğlu Abdullah rahimullah İmam Əhmədə deyir ki, ey ata, əgər şeytanlar zincirlənirsə, bəs onda niyə vəsvəsə olunur? Təsir azalır. Onların hulaqları zincirlənir. Birdən bizdən oğlumuz soruşsa nə cavab verəcək? Deyəcək ki, zəifləyirlər mi? Amma bax, İmam Əhməd nə cavab verir? İmam Əhməd deyir ki, ay oğul, yəni biz ona iman etməklə mükəlləfik. Biz onun mənasının dərinliyinə getməklə mükəlləf deyilik. Yəni, ən birinci oğluna nə öyrədir? İmanı. Bax, iman, təqva. Birinci iman etmək, birinci tabi olmağa öyrətmək lazım. Övladlarımıza birinci imanı, təqvanı, tabiçiliyi öyrətməliyik ki, yəni çox məna axtarmasın, çox hikmət axtarmasın. Çünki elə şeylər var ki, həqiqətən hikməti olsa da bilinmir. Allah var, mütləq var. Amma misal üçün namazda Allahu Akbar demək hikməti nədir? Kim deyər? Allah bilir. Kim dəqiq şey deyə bilər ki, bu barədə? Zöhr namazı 4 rükətdir, məğrib 3 rükətdir, işa namazı 4 rükətdir. Kim deyə bilər yəni hikmətini? Allah bilir. Amma mütləq bir hikməti var. Ona görə İmam Əhməd deyir, yəni bunun cavabını bildiyi halda, buna çoxlu cavablar. Birincisi deyir ki, bəli, şeytanların qüvvətliləri zincirlənər.
zəifləri açıq olar. İkincisi, yəni onların vəsvəsələri azalar. Vəsvəsələr azalar. Həqiqətən də Ramazanda bax, məscidlər dolur. Niyə dolur məscidlər? Çünki həqiqətən vəsvəsələr azalır. İnsanlar həqiqətən Ramazanda ibadətə daha çox həris olurlar. Əgər belə deyilsə, niyə həris olurlar? Biz bunu açıq-aşkar görürük. Və həmçinin İmam Əhməd Rahimullah deyir ki, insanlara pis əməlləri vəsvəsə verənlər nə olur? Onlar da zincirlənir. Yəni, hansı ki, pis əməllər, şər əməllərə salanlar, onlar zincirlənir, o birisilər yox. Amma namazda vəsvəsə verən, onlar yox, zincirlənmir. Ya, belə alimlərdən cürbəcür qovullar var bu barədə. Və həmçinin davam edirik. Yəni, ayı görmək barəsində. Ramazan ayı necə girir? Yəni, hardan bilək ki, Ramazan ayı artıq daxil olub. Və deyir ki, Abdullah ibn Amar'ın hədisində deyir, Ənə Rasulullah sallallahu aleyhi ve sellem zəkərə Ramazan. Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazanı zikr etdi. Və buyurdu ki, fəqalə lə təsumu həttə təravul hilalə. Həttə təravul el-hilalə. Ki, ayı görməyincə, yəni hilal nədir? Nazik ay. Gəlin? Yəni, qamarın, ayın nazik, təzə vaxtı. Ona hilal deyirlər. Necə ki, onu görəndə dua etmək lazımdır. Necə də o dua? Kim deyər? Allahümme ehilləhu bil-əmin vəl-iman və-səlamət və-islam. Əhilləhu aleynə bil-əmni vəl-iman və-səlamət və-islam. Limə tuhibbu Rabbuna və tərdə. Rabbuna və Rabbukəllah. Yəni, bu, onu əzbərləmək lazımdır. Balaca bir duadır. Allahümme əhilləhu aleynə bil-əmni vəl-iman. Allahım, onu üzərimizə əminamanlıq və imanla doğdur. Yəni, hilal et. Bu ayı, yəni, əminamanlıq və iman ayı et bizim üçün. Və-səlamətə vəl-islam. Salamatçılıq və İslam ayı et. Yəni, İslamda biz İslamla əməl edək. Və sonra, limə tuhibbu Rabbuna və tərdə. Sənin sevib razı qaldığın əməllərlə keçirək. Ey Rəbbimiz. Rabbuna və Rabbukallah. Yəni, bizim də Rəbbimiz, ey hilal, sənin də Rəbbin Allahdır. Yəni, bu da tevhiddir. Çünki aya ibadət edənlər var. Subhanallah. Aya, günəşə ibadət edənlər var. Allah Azə və Cəllə deyir, Lə təscudu liş-şəmsi və lil-qamari vəscudu lillahi-ləzi xaləqəhun in kuntum iyyəhu tə'budun. Deyir ki, günəşə, aya səcdə etməyin. Deməli, günəşə, aya səcdə edənlər var. Subhanallah. Əgər Allah deyir, nə deyir Quranda? Deyir ki, günəşə, aya səcdə etmə. Deməli, günəşə, aya səcdə edənlər var ki, Allah deyir ki, günəşə, aya səcdə etmə. Deyir, günəşi, ayı yaradana səcdə et. Əgər həqiqətən sən ona ibadət edirsənsə. Və həmçinin, ona görə, yəni, bəzi insanlar deyəndə ki, salihlərdən istəmək olmaz, peyğəmbərlər deyir, kimdir ki, onlardan istəyən? Və əgər istəyən olmasaydı ki, İsa peyğəmbər deyərdim ki, Allah Azə və Cəllə ki, Ya İsa, əntə qultə lin-nəsi təxiduni və ummiyə iləheyni min dunillah. Ki, ey İsa, sənmi insanlara deyən ki, məni və anamı Allahdan qeyri ilahlar götürün. Deməli, götürən var. Deməli, istəyən var. Aydındır. Ona görə, hətta Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Qul inni lə əmliku darran və lə rəşədə. Deyir ki, mən nə zərər verməyə, nə də fayda verməyə malik deyiləm, qadir deyiləm. Subhanallah. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem özü üçün belə. Yəni, qadir deyildi. Və ləv kuntu a'lamul qaybə ləstəksərtu minəl xayri və mə məssəniyyə su. Əgər hətta mən qeybi bilsəydim, deyir, öz xeyrimi artırardım və mənə deyir, zərər toxunmaz. Amma biz bilirik ki, Uhud döyüşündə Peyğəmbər sallallahu aleyhi ve sellem yaralayırlar. Əgər qeybi bilsəydi, yəni, aydındır, və ya verməyə qadir olsaydı və ya dəf etməyə qadir olsaydı, dəf edərdi özündən. Diri vaxtı belə özündən dəf edə bilməyib. Deməli, zərər, fayda kimin əlindədir? Yalnız Allahın əlindədir. Ona görə bu ayı görəndə dua etmək, yəni, və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem, Lə təsumu həttə təravul hilal. Deyir ki, ayı görməmiş oruç tutmayın. Ayın görünməsi ibadətin nə idi? Ha? Şərt yox. Şərt nə idi? Səbəb. Səbəb. Fəsəbəbun dəllə aləl-vücudi və fəqduhu dəllə aləl-fuqudi. Adamu şərtu yufidul adəmə vücudu mani'in kəzəkə fa'ləmə. Deyir ki, səbəbin olması ibadətin olmasını gərəkdirir. Namazın vaxtının girməsi səbəbdir əslində. Bəzi fəqihlər nə deyirlər? Şərt deyirlər.
Aləl-əğləbiyyə, şərtlərin içində gətirdikləri üçün səbəbi də şərtin yanına qoyub deyirlər belə. Eləcə də Ramazan ayında ayın görünməsi nədir? Səbəbdir. Səbəbun dəllə aləl-vücud. Səbəb varsa, ay var. Səbəb varsa, deməli, oruc var. Oruc tutmaq var. Səbəb nədir? Hökm vəd'idir. Şəriətin qoyduğu hökmdür ki, bu əlamətdir ki, yəni sən bu əlamətlə bilirsən ki, ay girib, oruc bizə vacibdir, yoxsa yox. Ayın görünməsi. Bax, dəlil də hədisdən, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi budur. Və bu hansı ayəyə uyğundur? Quran-ı Kərimdən Allah azza deyir ki: "Fəmən şəhidə minkum şəhra fəlyasum." Kim sizdən aya şahid olsa, qoy oruç tutsun. Əmr. Bax, bu da Quran-ı Kərimin ayəsi. Deyir ki: "Və la tuftiru hatta tarawhu." Deyir, onu görməmiş orucunuzu açmayın. Deyir: "Fə in ghumma aleykum faqduru lahu." Əgər buludlu olsa və ya ğumma aleykum, bir rivayətdə gəlib fə in ğubbiya aleykum. Yəni tozlu olsa, yəni neynəyin? Hava tozlu olanda, yəni elə yerlər var ki, elə tozlar olur, heç nə görünmür. Və ya dumanlıdır hava. Yəni bulud yoxdur, amma duman var. Həqiqətən bulud olmur, yoxsa duman olur. Görürsən ki, heç nə görünmür, səma görünmür. Yəni əgər belə olarsa faqduru lahu. Təqdir edin. Faqduru lahu da alimlər ixtilaf ediblər. Bəziləri deyiblər ki, faqduru lahu, yəni dayyiqu lahu. Çünki al-qadr, qadara, dayyaqa, yəni daraltmaq sözündən. Necə ki, Quran-ı Kərimdə Allah Teala deyir: "Fəmən qudira alayhi rizquhu felyunfiq mimma atahullah." Deyir, əgər kimin ruzisi dayyiq olarsa, dar olarsa, qoy Allahın verdiyindən eləsin, yedizdirsin ona. Yəni qadın kişi boşananda, yəni hökmlərdən Allah Teala danışır. Kimin əgər ruzisi darlarsa, həmçinin Yunus əleyhissalam qövmündən qaçır. Allah azza və cəllə deyir ki: "Fəzanna an lan naqdira alayhim." Deyir, o elə zənn etdi ki, biz onun üçün daraltmayacağıq. Yəni biz onu götürməyəcəyik, biz onu bəla ilə yaxalamayacağıq. Yəni o səbr edib qalmalı idi, elə deyilmi? Aleyhissalatu vesselam. Ona görə faqduru lahu nə deyirlər? Deyirlər ki, dayiq olan nə olur? 29-dan yəni. Yəni 29-a tamamlayın belə. Amma bu təfsir nədir? Daifdir, mərcuhdur. Mərcuh təfsirdir. Çünki digər rivayətlər var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, necə ki ondan sonraki hədis və bu məsələni izah edəcəm ondan sonra. Yəni faqduru əkmilu, tamamlayın. Yəni neçəyə tamamlayın? 30-a tamamlayın. Necə ki İbn Ömərdən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bunlar hamısı Buxari Müslimin rivayətləridir. Buxari Müslim hədisləridir. Ümmətin ittifaq etdiyi üzərində olan hədislərdir. Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "Əş-şəhru həkəzə və həkəzə və həkəzə." Ay deyib belədir 3 dəfə, yəni 30-dur. Deyir ki, yəni 30, yəni 30 gündür. Sonra qalə, sonra deyir ki, "Və həkəzə, yəni 29." Və üçüncüdə deyir, "Və həkəzə." Bir barmağını qatlayır, deyir ki, ay belədir. Yəni 29-dur. Deyir ki, "Marratan sələsin və marratan 29." Bəzən ay 30 olur, bəzən 29. Deməli İslam ayları ya 29 olur ya 30, 28 yoxdur. 31 də yoxdur. 31 və 28 yoxdur. Bismillah. Deməli ya İslam ayları 30-dur ya da 29. Və başqa hədisdə buyurur ki, İbn Ömərdən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm ennehu qala, deyir ki, "İnna ummetun ummiyyə." Çox möhtəşəm hədisdir. Deyir ki, biz ummi ümmətik. Ummi ümmət nədir? Yəni ki, la naktubu və la nahsubu. Deyir, yazmağı bilmirik. Yəni mən Allah Resulü sallallahu əleyhi və səlləm deyir, kimin üzərinə gəlmişəm? Yazmağı, oxumağı bacarmayan qövmün üzərinə gəlmişəm. Və la nahsubu. Deyir ki, və bizdə fələki hesablamalar da yoxdur. Nəhsubu, yəni la yujad indana hisabun fələki. Yəni bizdə fələki hesablar yoxdur. Yəni qabaqcadan təyin eləsinlər filan və ay nəyə düşəcək? Yəni filan günə, filan tarixlə düşəcək. Yəni bu batildir. Yəni bunu belə təyin etmək düzgün deyil. Bu hədisin nassı ilə Peyğəmbər sallallahu əleyhi və səlləm sözü ilə. Deyir ki, "Əş-şəhru həkəzə və həkəzə." Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ya ay ya belədir, ya belə, ya belə. Yəni ya da belə, üçüncü dəfə nə edir? Ya 30-dur, ya 29-dur. Yəni rahat.
Ya ayı görürsən, görməsən, olsa tamamlayırsan. Hadis Əbi Hüreyrətə, Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisində buyurur ki, qala Nəbi sallallahu əleyhi və səlləm, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əv qala Əbul Qasim." Və ya Əbu Hüreyrə radiyallahu anh ki, Əbul Qasim belə buyurdu. Aman Əbu Hüreyrədən radiyallahu anhdan Əbul Qasim kunyası ilə nəql eləmək Əbu Hüreyrədən gəlib. Xüsusən. Necə ki, məsciddən çıxıb azandan sonra gedən kişi haqqında deyir, "Əmmə həzə fəqad asa Əbul Qasim." Amma bu deyir Əbul Qasimə asi oldu. Yəni Əbul Qasim kim idi? Muhammed sallallahu aleyhi və səlləm. Oğlunun adı Əl-Qasim idi. Özü də Qasımın atası. Deyir ki, "Sumu li ru'yatihi və aftiru li ru'yatihi fe in gubbiya aleykum fe ekmilu iddete Şaban sələsin." Deyir ki, ayı görəndə oruç tutun. Ayı görəndə də orucunuzu açın. Yəni ayın əvvəli girəndə ayı görsəz, Ramazan ayını, orucunuzu tutun. Ayın axırı Şaban ayını görsəz, Şavval ayının ayını görsəz, orucunuzu açın. Artıq Ramazan çıxıb deməli. Fəin gubbi aleykum. Birdən sonra toz torpaq olsa, görməsəz, yəni ayı görənməsin, nədir? Fəəkmilu iddətə Şaban sələsin. Bu rivayət nə dedi? Dedi, Şabanı neçəyə tamamlayın? 30-a tamamlayın. Deməli, oradakı fəqduru sözü nə idi? Əkmilu. Aydındır. Yəni, əvvəlki hədisdə fəqduru sözü var idi. Bəzi alimlər demiş ki, 29 eləyin, daraldın. Və daraldın yox, əslində genişləndirin, kamil edin deməkdir. Aydın o. Və həmçinin buyurur ki, Bəbu lə təqumu Ramazan bisavmi yevmin və lə təqaddamu Ramazan bisavmi yevmin və lə yevmin. Yəni, Ramazana 1-2 gün qalmış oruç tutmağın, yəni qadağan olunması haqqında Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, lə yetəqaddəmənnə əhədukum Ramazan bisavmi yevmin əv yevmin. Sizdən biriniz Ramazanı 1 gün, 2 gün qalmış orucla qarşılamasın. Deyir ki, illə o kəsdən başqa ki, ən yakuna raculun kənə yasumu savmuhu fəliyasumhu zəlikəl yevm. Ancaq o kəsdən başqa ki, onun oruç tutmaq adətidir. Yəni bu kişi həmişə tutur. 1, 4, ayın 13, 14, 15-i həmin gündə 1-ə 4-ə düşüb tuta bilər. Və yaxud da ki, bir gün tutur, bir gün tutmur. Bir gün tutur, bir gün. Və yaxud da dalbadal oruç tutan insandır. Hər gün tutur oruç. Şəriətimiz bunları ispat edib. Neyib? Yəni, şəriət bunları iqrar edib. Necə ki, sahabələrdən Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra hər gün oruç tutardı. Hər gün oruç tuturdu. Və həmçinin Umar radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edəndən sonra hər gün orucuydu. Allahu akbar. Yəni, təbii ki, Ramazan və Qurban bayramları, bayram vaxtları istisna olmaqla. Deməli, Ramazana 1-2 gün qalmış oruç tutmaq qadağandır o kəsdən başqa ki, onun adəti oruç tutandır, o tuta bilər, ona qadağan deyil. Amma kim ki tutmuyub, oruç əvvəldə, o yəni ki, onu tuta bilməz. Yəni, bu hədis ona dəlildir. Və həmçinin ayın 29 gün olmasına dəlil Ummu Sələmə radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, and içdi ki, hələfə ən lə yədxulə alə ba'dı əhlihi şahran. Və Peyğəmbər sallallahu aleyhi ve sellem and içir ki, yəni zövcələrindən birini, yəni yanına bir ay girməyəcək. Bu barədə and içib. Və 29 gün olanda Peyğəmbər sallallahu aleyhi ve sellem yəni artıq həmin ailəsinin, zövcəsinin yanına girir və ona deyələndə ki, ya Rasulullah, sən bir ay and içmişdin. Yəni 29 gün daxil, hələ bir gün var. Deyir ki, qalə innə şəhra yakunu 29 yevmən. Deyir ki, ay deyir 29 gündə olur da. Ay 29 gün olur. Və sonra başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Bəbu bəyəni mə'nə qavlihi sallallahu aleyhi və səlləm şəhran aydun lə yunqisani. Əbu Bəkrənin hədisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qalə şəhran ilə yunqisani şəhra aydin Ramadan və Zülhiccə. Deyir ki, 2 ay var ki, onlar naqisləşmir. Deyir, şəhra aydin, bayram ayları hansı aylardır? Ramazan, Zülhiccə. Bu 2 ay bayram aylarıdır. Allah bizi yetişdirsin o aylara. Deyir ki, və həmçinin Ramadan və Zülhiccə. Ramazan və Zülhiccə. Bu aylar deyir, yəni naqisləşmir. Və həmçinin bab açıb,
müəllif deyir ki, bəb bayan ənə duxul fi sawm yahsu bitulul fəcr. Ki, oruc nə vaxt, yəni fəcr vaxtının girməsi ilə, fəcrin doğması ilə, yəni oruca insan başlayır. Və ənə ləhu əl-əkil və qeyruhu həttə yətlu əl-fəcr. Deyir ki, insan yiyə, içə bilər, hətta fəcr, yəni tulu edənə qədər, yəni fəcr doğana qədər. Və sonra deyir ki, bəyan sıfətil fəcr. Yəni, fəcr necə olur? Necə bilinir? Və onunla bağlı olan hökmlər haqqında. Yəni, bu haqda olan hədisləri gətirəcək. Və sonra deyir ki, duxul vaxtü salət subh və qeyru zəlik. Və sübh namazın vaxtının girməsi haqqında olan hədislər. Və Adi ibn Hətimin hədisində gəlir ki, qalə ləmmə nəzələt həttə yətəbəyin ləkumul xaytul əbyadu minəl xaytul əsvad. Deyir ki, qara sap, ağ sapdan seçilənə qədər ayəsi nazil olanda, deyir ki, əməttu ilə iqalin əsvadə. Deyir ki, 2 dənə yəni sap götürdüm. Və ilə iqalin əbyada. Biri ağ, biri qara. Fəcəaltuhumə təhtə vüsədəti. Onları yastığımın altına qoydum. Fəcəaltu anduru fil-leyli fələ yəstəbinə li. Deyir ki, fələ yəstəbinu li. Deyir ki, və biraz keçən kimi götürüb baxırdım ki, görüm ağ sap, qara sapdan seçilir, yoxsa yox. Və deyir, amma gördüm ki, yəni seçilmir də, yəni mənə bir fərq yəni görünmür, yəni. Fəqədəvtu alə Rasulillah sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəldim. Və dedim ki, fəzəkərtu ləhu zəlikə fəqalə. Və ona onu xəbər verdim bu haqda. İnnəmə zəlikə savadul leyli və bəyadun nəhar. Bu deyir, gecənin qaranlığı və gündüzün ağlığı deməkdir, yəni. Ağ sap, qara sap odur. Yəni, qara sap, ağ sap nədir? Fəcr, yalancı, doğrucu fəcrə deyilir. Yəni, doğrucu fəcr ortaya çıxanda, gecənin qaranlığından fərqlənəndə neynəyin? Oruç tutun. Yəni, orucunuzu yəni ki, artıq bağlayın da. Yəni, yemək içməyə dayandırın. Ona qədər yiyin için. Kulu vaşrabu həttə yetəbəyyənə. Yəni, yiyin için hətta onlar bəyan olana qədər. Səhl ibn Sa'din hədisində gəlir ki, qalə unzilət, hamısının yəni, izahı tam gələcək. Deyir ki, unzilət, bu surədən bu ayə nazil oldu, yəni. Bəqərə surəsində olan ayələrdir. Kulu vaşrabu həttə yetəbəyin ləkumul xaytul əbyadu minəl xaytul əsvad. Yiyin için hətta ağ sap, qara sapdan seçilənə qədər. Deyir ki, vələm yənzil minəl fəcr. Deyir, həttə yetəbəyin ləkumul xaytul əbyadu minəl xaytul əsvad minəl fəcr. Minəl fəcr hissəsi nazil olmamışdır, deyir. Ora qədər nazil. Gör, Allahın ayətləri necə nazil olub, subhanallah. Yəni, bu, yəni Quran-ı Kərimin ən böyük möcüzələrindəndir. Görürsən, Allah Azze və Cəllə ayənin belə bir hissəsini nazil edib, o bir hissəsini nazil etməyib. Və sonra o bir hissəsini elə nazil edib ki, o qayə, o məna, hamısı bir-birini tamamlayıb. Subhanallah lazım. Yəni, bu dəhşətdir. Hətta baxsan, bəzi ayələr Məkkədə nazil olub, bəzi ayələr Mədinədə nazil olub. Amma surə ilə tamamlanıb, qafiyə ilə tamamlanıb, mövzu ilə tamamlanıb. Dəhşətdir, yəni, həqiqətən bu. Biz misal vermişdik, bu nəyə bənziyirdi? Evin tikilməyinə kimi. Sanki evin hələ kebi yoxdur, yəni bünövrəsi yoxdur, amma evin divarı var, evin tavanı var. Yəni evin damı yoxdur, amma evdə tavan var. Və yaxud da ki, evdə bir şəkil var, belə deyək, və pəncərə var, amma divarlar yoxdur yanında. Belə nazil olub. Sonra kamil bir ev yığılıb. Heç elə ev təsəvvür olunurmu? Quran-ı Kərim belə gəlib. Oradan, buradan kamil bir kitab, subhanallah. Yəni kamil bir surə, kamil bir, yəni bir-birini yəni mənada, bir-birini qafiyədə tamamlayan ayətlər. Allahu Ekber. Halbuki baxsan, Bəqərə surəsi görsən 2 ayə, 3 ayə, 5 ayə belə nazil olub. Sonra o ayətləri Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir sahabelərə? Bu ayətləri filan yerə qoyun. O ayətləri filan yerə qoyun. Belə baxırdılar ki, orada kamil bir surə yarandı. Və onu Allah Resulü sallallahu əleyhi və səlləm nə edirdi? Namazda oxuyub onlara öyrədirdi. Və həmçinin vəhiy yazanlara deyir ki, bax bura yazın, bura yazın, bura yazın. Kim idi vəhiy yazan sahabelər? Əli ibn Abi Talib, Muaviyyə ibn Əbi Sufyan. Muaviyyə adında digər sahabə də olub. Muaviyyə ibn Hədə. Muaviyyə ibn Hədə radiyallahu anhu. Və Muaviyyə ibn Əbi Sufyandır vəhiy yazan. Hansı ki o möminlərin dayısı olub. Peyğəmbər sallallahu əleyhi və səlləmin qayını olub.
Üçüncü, Zeyd ibn Səbit və başqa sahabələr olub ki, onlar nə ediblər? Vəhiy yazıblar. Və deyir ki, minəl fəcr hissəsi nazil olmamışdı. Fəkənə ricalun İzə əradu əs-sum, kişilər namaz, yəni oruç tutmaq istəyəndə insanlar rabata ahaduhum fi riclihi və bəziləri öz ayağına qara sap, ağı sap bağlayıb baxırmış ki, görüm seçiləcək, seçilməyəcək. Görüb ki, seçilmir və sonra Peyğəmbər, yəni bu ayə nazil olur ki, fəənzəlallah ba'du minəl fəcr. Və ondan sonra Allah Taala minəl fəcr hissəsini nazil etdi. Və onlar bildilər ki, minəl fəcr deyiləndə minəl fəcr şər'i qeyddir. Nədir minəl fəcr? Şər'i qeyd. Yəni ona görə bax, şər'i qeydlər mühümdür. Şər'i qeydlər hökmdür. Burada şər'i qeyd bundan qabaqki uhillə feilinə mutaalliqdir. Yəni uhillə lakum leylətə siyam rəfəsu ilə nisaikum və s. Allah Taala sayır ki, yəni sizə Ramazan gecələri bu şeylər nədir? Fəcrin vaxtı girənə qədər nədir? Halal olur. Subhanallah. Sonra fəalimu ənəhu innəmə yəni əl-leyl və nəhər. Və bildilər ki, gecə ilə gündüz qəsd olunur burada. Yəni doğrucu fəcr düz üfüqi işıq olur. Amma yalançı fəcr yəni şaqül işıq olur. Onun da gələcək. Və deyir ki, hədis İbn Ömər'in hədisində gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, İnnə Bilalən yuəzzinu bileylin. Deyir ki, Bilal gecə azan verir. Deyir ki, kulu vəşrabu hətta yunadi İbn Ummu Məktum. Deyir ki, Bilal gecə azan verir. Bilal nə vaxt azan verir? Gecə. Yəni Bilal azan verəndə hələ namazın vaxtı girmir. Deyir ki, yiyin, için hətta İbn Ummu Məktum azan verənə qədər. Yəni İbn Ummu Məktum necə ki İbn Umar radiyallahu anhuma bu hədisin başqa bir rivayətində gətirir ki, deyir ki, o kən İbn Ummu Məktum racul a'ma. Deyir ki, İbn Ummu Məktum görməsini itirən bir kişi idi. Və deyir, o deyir, fəcrin vaxtı yaxınlaşanda evinin qabağına çıxıb gözləyərdi. Və ona asbaht da deyilməyincə azan vermirdi. Və evinin qarşısından keçən hər kəs onun, yəni birinci adam nə deyirdi? Deyir, asbaht. Yəni artıq İbn Məktum artıq fəcrin vaxtı girib. Yoxsa İbn Məktum görmürdü. Yəni görməsi yox idi. Radiyallahu anhu. Adı nə olub? Adı Amr İbn Məktum. Abdullah deyil ha. Bəziləri Abdullah deyir. Nəyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm abəsə və təvəllə və yaxud da başqa hədis var. Deyir ki, atası haqqında soruşanda deyir ki, atam harda olacaq? Deyir, atan cəhənnəmdə olacaq. Və yəni küsüb gedəndə biraz inciyir də, yəni o sözdən. Deyir ki, ya Abdullah, ya Abdullah. Deyir ki, ey Abdullah gəl, qayıt. Deyir, innə əbi və əbək finnar. Ki, mənim və sənin atan cəhənnəmdə olacaq. Yəni subhanallah bizi cəhənnəm əzabından qorusun. Deyir ki, onda Abdullah demişdi, amma Abdullah adi Allahın qulu kimi müraciət etmişdi. Və nə demişdi? Yəni onun əsl adı isə necə ki İbn Həcər rahimehullah deyir, Təqrib Təhzibdə adı nədir? Həmçinin Şeyx Albani rahimehullah bunu deyir ki, onun əsl adı Amr ibn Ummu Məktum idi. Ayşə radiyallahu anhə hədisində deyir ki, İnnə Bilalən kən yuəzzinu bileyl. Deyir ki, Bilal gecə azan verir. Bitiririk inşallah, az qalıb. Yəni deyir ki, fəqalə Rasulullah sallallahu əleyhi və səlləm Bilal gecə azan verir və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, kulu vəşrabu hatta yuəzzina İbn Ummu Məktum. İbn Ummu Məktum azan verənə qədər yeyin və için. Fə innehu la yuəzzinu hatta yaslu'al fəcru. Deyir, İbn Ummu Məktum fəcr namazı, fəcrin vaxtı girməmiş azan vermir. Fəcrin vaxtı girməmiş azan vermir. Və həmçinin Abdullah ibn Məsudun hədisində ani Nəbi sallallahu əleyhi və səlləm Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayətində buyurur ki, Allah Resulü sallallahu əleyhi və səlləm la yemna'an ahadukum aw ahadan minkum azanu Bilal min suhurihi. Diqqət et, çox faydalı hədisdir. Həmişə başımıza gəlsə məsələlərdir. Bax burada Ramazanda. Deməli, deyir ki, sizdən birinizin sahuruna Bilalın azanı mane olmasın. Bilalın azanı mane olmasın. Fə innehu yuəzzinu aw yunadi bileylin. Çünki o deyir gecə azan verir. Liyerci'a qaimakum. Deyir ki, namaz qılanınız namazını bitirsin, sahura gəlsin deyə. Və liyunebbihə naimakum. Və yatmışınızı oyatmaq üçün. Yatanı oyatmaq üçün və kim ki gecə namazı qılır, ona demək üçün artıq suhurun vaxtıdır. Suhur et. Bunun üçün.
Və sonra nə deyir? Fəinnehu yuəzzinu əv yunadi bileylin liyərciə qaymaq əv yunadi. Və leysə ləhu ən yəqulə əl-fəcr əv subh. Və Peyğəmbər sallallahu əleyhi və səlləm burada demədi ki, yəni əl-fəcr və subh, yəni fəcrin vaxtı girəndə azan vermirdi. Yəni Bilalın azanı fəcrin vaxtı üçün deyildi, gecə üçün idi. Və qalə bi əsabihi və rafa'aha ilə fawqu və ta'taha ilə əsfəlu hətta yəqulu həkəzə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni izah edir sahabelərə ki, yəni Bilal yəni gecə azan verir, o sizi çaşdırmasın və əlamət göstərir Allah Rəsulü sallallahu əleyhi və səlləm. Və burada alimlər qayda gətirirlər. Birdən insan durub və yeyib və yeyəndə görüb ki, artıq 10 dəqiqədə vaxt girib, amma yeyib. Bilmədən yeyib içib. Onun orucu nədir? Səhiddir. Niyə? Çünki əl-aslu bəqa'u məkan alə məkan. Əsl gecənin qalmasıdır. Hətta insana bəyan olana qədər ki, fəcrin vaxtı girməyib, nə etməlidir? Yeyib içməlidir və davam etməlidir yeməyinə, içməyinə. Yəni, onun orucunda heç bir problem yoxdur. Və həmçinin ola bilər ki, insan yemək yeyir və azan verilir və əlində nəyə qalıb? Çayı qalıb, suyu qalıb və yeməyin bir hissəsi qalıb ki, artıq onun neynəsin, davam eləsin. Birinci çalışmaq lazımdır ki, o həddə insan gəlib çatmasın. Artıq vaxt bitənə insan neynəsin, artıq yeməyini tamamlasın. Çünki cümhur alimlər bu fikri deyir. Lakin hədislərdən güclü dəlillər, ləvazimlər var ki, və bəzi mühəddislər bunun üzərindədir ki, necə ki, bu sözü Şeyx Albani rahimehullah deyir və ondan qabaq deyənlər olub alimlərdən. Deyir ki, misal üçün İbn Umm Məktum evin qabağında dayanırdı. Biri didən ola bilərdi ki, kimsə gec gəlsin. Mütləq deyildi ki, kimsə hazır dayanırdı onun üçün. Vaxt girən kimsin ki, İbn Umm Məktum, yəni İbn Umm Məktum artıq azan ver. Yəni ola bilərdi 3 dəqiqə o tərəfə, 5 dəqiqə o tərəfə. Yəni İbn Umm Məktum azan verənə qədər ola bilsin ki, fəcr girmişdi və 3 dəqiqə idi, 4 dəqiqə idi, 5 dəqiqə idi, amma İbn Umm Məktum görmürdü. Və cəmaət də yeyir. Deməli, o qədər də problem deyil məsələ. Yəni, çünki bəzi məzhəblərdə bəzi rəylər var ki, əgər sən yəni, loxmanı ağzına qoymusansa, neynə? Hətta deyir, onu tüpür, qaytar. Çıxar, nəyə görə? Çünki orucun batıl ola bilər. Alimlər cavab edir, birincisi bu nədir? Tanattu'dur. Şəriət, Allah Rasulü heç vaxt belə şey əmr etməyib. Allah Rasulunun vaxtında olmayıb ki, belə şeylər. Ola bilməzdi mi? Ehtimal yox idi mi? Niyə demədi ki, yəni qaytarın? O loxma ki, yəni o loxma. Hətta əksi var, nədir? Əgər azan veriləndə sizdən birinizin əlində yəni içməyi, yeməyi varsa, qoy neynəsin? Ehtiyacını tamamlamayıb onu yerə qoymasın. Bu nə deməkdir? Yəni bitir, qorxma, narahat olma. Bitir, yəni hətta yəni, İslamda din asandır, yəni. Allah Azze və Celle nə deyir? "Mə cəal aleykum fid-din min harac." Sizdə dində çətinlik qoymayıb. Xüsusən Ramazanla bağlı hökmləri Allah Azze və Celle nə deyir? Deyir ki, "İnnəllah yuridu bikumul yusra və la yuridu bikumul usra." Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Bu qədər kifayətdir. Çox yormayım sizi. Allah səbəb gətirsin. Subhanəkəllah, həmdik. Əşhədu ən la ilahə illallah.